Qardaş, sən soruşduğun ayə, ona İslamda mübahələ deyirlər. Mübahələ ayəsi, yəni lənətləmək ayəsi, Ali-İmran surəsinin 59, 60, 61-ci ayələrine bax gəlin. Bu ayənin enmə səbəbi odur ki, Nəcran deyən bölgə var. Yəmənlə Səudi Ərəbistanın, Yəmən tərəfdə Səudi Ərəbistana aid olan bir ərazidir. Orada xristiyanlar yaşayırdı. Onlar Mədinəyə gəlirlər, Peyğəmbər s.ə.v-lə mübahisə edirlər İsa aleyhissalam haqqında və İsa aleyhissalam Allahın oğludur, yoxsa yox, bu barədə Peyğəmbər s.ə.v mübahisə edirlər. Və Peyğəmbər s.ə.v onlara hüccət qaldırır, başa salır ki, İsa aleyhissalam Peyğəmbərlərdən biridir, Allahın qulu və elçisidir. Və onlar inkar edirlər. Sonra Peyğəmbər s.ə.v onları mübahələyə dəvət edir, yəni lənətləməyə. Yəni hər tərəf öz nəsil tərəfdən ən yaxın olanlarını gətirsin, ailəsini, uşaqlarını və s. və yalançıya lənət olunsun, yəni bəddua elənsin. Bu demək. Və sonra Peyğəmbər s.ə.v çağırır Ali radiyallahu anhuyu, Həsəni, Hüseyni, Fatiməni, yəni nəsil tərəfdən ona ən yaxın olanları, fəzilət tərəfdən getmir söhbət. Sadəcə nəsil tərəfdən ən yaxın olanları və onlara da deyir ki, siz də çağırın yaxınlarınızı və yalançıya lənət eləyək. Onlar da Nəcrandan olan xristiyanlar aralarında mübahisə eləyirlər, aralarında müşavirə eləyirlər və qərara gəlirlər ki, Peyğəmbər s.ə.v-lə lənətə girməsinlər. Çünki əmin olurlar ki, əgər lənətə girsələr, Allah onları da zürriyyətlərini də həlak eləyəcək. İbn Kəthir rahmehullah bu ayənin enmə səbəbini belə izah edir. Həmçinin Şeyx Sədi, Abdurrahman Sədi, Şeyxülislam İbn Teymiyyə rahmehullah gətirir Minhəcü's Sünnədə, deyir ki, bu ayə ilə ilgili, yəni Peyğəmbər s.ə.v-in Əli radiyallahu anhu, Fatimə radiyallahu anhəni, Həsən, Hüseyni mübahilə üçün, lənətlənmək üçün, yəni bu yalançıyı lənətləmək üçün gətirməsi səhihdir. Hədisi İmam Muslim rivayət edib Səd ibn Əbi Vaqqas radiyallahu anhudan. Lakin burada dəlil yoxdur ki, Əli radiyallahu anhu imamlığa daha layiqdir deyə. Necə ki, bəzi şiyələr bunu kitablarında gətirir. Ona görə Şeyxülislam İbn Teymiyyə rahmehullah deyir ki, mübahələdə, yəni yalançıya lənət oxumaq məsələsində qayda odur ki, insan nəsil tərəfindən ən yaxın olanını gətirir. Təbii ki, nəsil tərəfdən, yəni fəzilət baxımından deyil, şərt deyil fəzilətli olsun, lakin nəsil tərəfdən. Və məlumdur ki, Peyğəmbər s.ə.v nəsil tərəfdən ən yaxın olan kim idi? Həsən, Hüseyn, qızı Fatimə və Ali radiyallahu anh. İxlasla.com saytı tərəfindən təqdim olundu.